Bir sözlə, hansı ölkənin hava hücumundan müdafiə sistemi güclüdürsə, həmin ölkə bir qayda olaraq dronlara qarşı çox effektiv mübarizə aparır. Və belə olan halda, əgər sənin milyonlarla dollar dəyərində olan dronların vurulursa havada, sən artıq risk eləyib onları ikinci dəfə havaya qaldırmayacaqsan. O da var. Bayında baxaq, Cavid kim idi? Qonşumdur Cavid. Birincisi salam. Salam Cavid. Talih Jarvis. Buyur, bu drone. Konkret olaraq bu drone üzərində baxırıq. Söhbət Bayraktardan gedir. Bayraktar özü bəli, sursat daşıya bilir. Uzaqdan zərbə endirmə imkanına malikdir döyüş zonasına daxil olmadan. Plus, bu tip dronlar çox böyük yüksəlikdə uzun müddət havada qalır, kəşfiyyat tapşırıqlarını yerinə yetirir və lazım olan anda düşmənə zərbə endirmək üçün raketini buraxır və dərhal da sən get. Aradan çıxır.